Qara gecənin sirləri ucsuz-bucaqsız dağların qoynunda əsrlərin sirlərinin, torpağın zəngin tarixini və nəsillərin unudulmaz xatirələrini özündə cəmləşdirən Qızılqaya adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, köhnə divarları, meşələrinin sükut dolu hışırtısı və axan çayların nəbzində hər kəsin ürəyində dərin izlər buraxan, sanki vaxtın özü ilə danışan bir dastan var idi. Lakin kəndin ən sirli və eyni zamanda ən qaranlıq anları gecənin qara üfüqündə insanın ruhunun ən dərin qatlarında öz əksini tapırdı. Kəndin insanları keçmişin acı və şirin xatirələrinin, adət-ənənələrin sarsılmaz dəyərlərini daşıyan, bəziləri ağ, bəziləri isə qara paltarlar geyinərək həyatlarını davam etdirirdilər. Qara rəng onlar üçün yalnız kədərin simvolu deyil, eyni zamanda həyatın çətinlikləri qarşısında qürur və inadın, sarsılmaz ümidin də rəngi idi. Bu rəng köhnə əcdadlarının qara daş döşəməli evlərinin divarlarında, tarlalarda və meşələrdə iz buraxmışdı. Kəndin ən hörmətli və səmimi adamlarından biri olan Kamran, gənclik illərindən bəri həyatın bütün çətinlikləri ilə üz-üzə qalaraq, qəlbində dərin yaralar açmış, lakin eyni zamanda sarsılmaz bir inam və mərhəmət daşıyan qəhrəman idi. Kamranın həyat yolu sanki qara gecənin ən qaranlıq anından, ancaq ulduzların zəif işığı altında doğulan sabaha qədər uzanan bir səyahət kimi idi. O, keçmişin acı dərslərini, itkilərin kədərini və narahatlıqların kölgəsini öz içində dərin bir qara iz kimi daşıyırdı. Hər dəfə qaranlıq gecələrdə o, qara paltarlarını geyinir, sanki öz kədərini və həyatın sərt reallıqlarını bütün dünya ilə paylaşırdı. Kamranın ürəyi bir vaxtlar sevgi ilə dolu idi, o, gənclik illərində kəndin ən gözəl qızı Leyla ilə böyük bir eşq yaşayıb, hər ikisinin ürəklərində ümid və sevinclə dolu gələcək arzuları doğmuşdu. Lakin zaman keçdikcə qəfil baş verən faciəvi bir hadisə Kamranın qəlbində dərin bir yaraya səbəb oldu. Sevgilisinin o parlaq gül kimi yaşayan Leylanın ölümün qaranlıq qollarına buraxmaq, onun sevincini, səmimiyyətini və gələcək ümidlərini məhv etmək Kamranın ruhunu qaranlıq bir kədərə boğdu. O, bütün sevincləri və ümidləri itirdiyini, həyatın artıq ona qara rəngdə bir nağıl danışdığını düşünməyə başladı. Gecələr Kamranın pəncərəsindən qaranlıq səmanın ulduzsuz qara parıltısına baxarkən o içindəki kədərin, narahatlığı və dərin boşluğu ölçürdü. Hər bir qara gecə sanki onun qəlbindəki sarsılmaz acının, itkilərin və unutulmuş sevinclərin bir əks sədası idi. O anlarda keçmişin qaranlıq kölgələrindən itirilmiş arzuların və qırılmış ümidlərin xatirəsinə dərin bir hüzurla qarışan narahatlıq hiss edirdi. Bir gün kəndin hörmətli ağsaqqalı Əli bəy məclisdə toplanan insanlara belə dedi: "Əziz övladlarım, həyatın hər anı, nə qədər qaranlıq və acı olsa da, bizə bir dərs verir. Qara gecələr bizim ruhumuzda qalan acı izlər kimi bizə öyrədir ki, hər itki, hər kədər bizi daha da gücləndirir. Unutmayın, hər qaranlıq gecənin ardından günəş yenidən doğar, ümidin işığı hər zaman qalır." Bu sözlər Kamranın ruhuna dərindən toxundu. O, Əli bəyin bu sözlərində öz içindəki kədərin, narahatlığı və həm də unudulmuş ümid işığını bir daha gördü. Kamran, qara gecənin sükutunda keçmişə qayıtmağa qərar verdi. Yalnız fiziki olaraq deyil, həm də ruhunun dərinliklərinə enərək, unudulmuş sevgi və sarsılmaz ümidə yenidən qovuşmaq üçün. O, kəndin dar daş yollarından, səmimi pəncərələrdən və tarlalardan keçərək, qaranlıq anlarında itirilmiş xatirələrini toplamaq ümidlə evinə doğru yola düşdü. Kamranın qayıdışı yalnız bir geri dönüş değildi, o, öz içindəki yaraları sağaltmaq, itirilmiş sevginin əvəzini tapmaq və həyatın qara kölgələrini silmək üçün böyük bir səyahətə başladı. O, gecələr meşənin dərinliyinə gedərək, qaranlıq ağacların kölgəsində, sükut içində oturur, hər bir yarpağın, hər bir budağın səsində öz içindəki dərsləri eşidirdi. Meşənin soyuq rüzgarı sanki onun qəlbindəki acını, kədəri və narahatlığı titrədirdi. Lakin eyni zamanda o, bu rüzgarın gətirdiyi təzə nəfəsdə yeni ümidlərin səsini də duyurdu. Bir axşam meşənin kənarında qara buludların səmaya çökdüyü o anlarda Kamran tək başına dərin düşüncələrə daldı. O, sanki hər damla yağışın, hər əsən küləyin özündə keçmişin kədərinin, unudulmuş sevginin və qalan ümid işığının izlərini daşıdığını hiss edirdi. O an qəlbində bir qərar aldı. Keçmişin bütün qaranlıq xatirələrini, itirilmiş sevgi və narahatlığı geridə buraxıb, yeni bir həyatın başlanğıcını tapmalı idi. Bu qərar onun içindəki qəhrəmanlığı oyatdı. O, artıq bilirdi ki, hər qaranlıq gecədən sonra sabahın şüaları, hər itkidən sonra yeni ümidlər doğulur. Kəndə qayıtdıqdan sonra Kamran bütün bu dərin hisslərini, keçmişin acı dərslərini və gələcəyin parlaq ümidlərini kəndin mərkəzində Əli bəyin məclis evində toplanan insanlara danışdı. Onun səmimi sözləri kəndin hər küncündə, hər evdə dərin izlər buraxdı.
Kamran deyirdi, həyat bizə həm acı, həm də şirin dərslər verir. Qara gecələr, qəlbimizdə qalan yaralar kimi bizə öyrədir ki, hər kədər bizi daha da insan edir. Keçmişə geri dönüş yalnız xatirələrə qayıtmaq deyil, o, öz içimizdəki itirilmiş sevgi və ümid işığını yenidən tapmaqdır. Mən indi o qaranlıq anlardan öyrəndim ki, əsl qəhrəman öz qəlbindəki yaraları sevir, onları dərs kimi qəbul edir və hər çətinlikdən sonra yenidən doğulur. Bu sözlər gənclər arasında böyük bir inam və ümid doğurdu. Kamranın hekayəsi yalnız şəxsi acı və narahatlıqlarla deyil, həm də sarsılmaz sevgi, mərhəmət və ümidin simvoluna çevrildi. Kəndin hər kəsi keçmişin acı izlərini unutmayaraq, lakin onlardan öyrəndikləri ilə gələcəyə daha da möhkəm addımlar atmağa başladı. Hər kəs qara gecələrin və kədərin, əsl sevginin və sarsılmaz ümidin necə də dərin olduğunu, hər bir acının və narahatlığın insanı necə də böyütdüyünü anladı. Günlər, illərlə ölçüldü, kəndin dardaş yolları, meşənin hüzur dolu səsi və axan çayın nəbzi, hər kəsin qəlbində o sarsılmaz işığın, əsl sevginin izlərini daşıdı. Kamran, keçmişə geri dönüş səyahətindən sonra öz içində dərin dəyişikliklər yaşadı. O, artıq yalnız itirilmiş sevginin kədərini deyil, həm də gələcəyin ümid dolu şüalarını da hiss edirdi. Onun qara paltarları keçmişin ağır xatirələrini simvolizə etsə də, o, onlardan öyrəndiyi hər dərsi, hər qaranlıq gecənin ardınca doğan parlaq sabahı ürəyində yaşadırdı. Leyla ilə Kamranın sevgisi, kəndin hər küncündə, hər evdə, hər dardaş yolunda yeni ümidlərin, yeni həyatın simvolu oldu. Onların arasında yaranan səmimi bağ, keçmişin acı izlərini arxada buraxaraq, gələcəyə doğru parlayan bir ümid işığına çevrildi. Leyla, Kamranın sözlərində onun keçmişə dair bütün acı və kədərin öhdəsindən gəlmə qabiliyyətində əsl qəhrəmanlığı gördü və buna inandı. O, gülümsəyərək belə deyirdi, Kamran, hər qaranlıq gecənin ardından günəş doğar. Bizim sevgi, hər acının, hər kədərin öhdəsindən gələrək bizi daha da gücləndirir. Keçmişə qayıtmaq yalnız xatirələrə deyil, həm də gələcəyin ümid dolu səhərlərinə qovuşmaqdır. Kəndin bütün sakinləri bu sözləri ürəklərində daşıyaraq, hər çətinlikdə, hər acıda bir-birinə dəstək oldular. Onlar, keçmişin acı dərslərini unutmayaraq, ancaq onlardan öyrənərək, gələcək üçün möhkəm addımlar atdılar. Hər axşam gün batarkən, dağların zirvələrindən süzülən altın şüalar altında, qara gecələrin, kədərin və narahatlıqların içindən əsl sevginin, mərhəmətin və ümidin sarsılmaz işığını eşidirdilər. Beləliklə, Qara Gecənin Sirləri adını verdiyimiz bu dastan Tolstoyun romanlarındakı kimi geniş ürəklə həyatın bütün rənglərini, həm acını, həm şirinliyini, həm də kədəri və ümidini bir araya gətirən, sarsılmaz qəhrəmanlığın və mərhəmətin təcəssümü olaraq nəsillərin yaddaşında əbədi yer aldı. Kamranın keçmişə geri dönüşü yalnız şəxsi bir səyahət deyildi, o, bu səyahət vasitəsilə kəndin, təbiətin və insan ruhunun dərinliyində gizlənmiş, qara gecələrin ardınca doğan o parlaq ümid işığını tapdı və gələcək nəsillərə miras qoydu. Xıdrabadın dardaş yollarından, meşənin sükut dolu kölgəsindən, axan çayın nəbzində və köhnə evlərin divarlarında hər kəs öz içindəki qaranlığı, kədəri və narahatlığı sevgi, mərhəmət və ümidin sarsılmaz gücü ilə əvəz etdi. Hər bir nəfəs, hər bir addım, hər bir qaranlıq gecə insanlara öyrətdi ki, keçmişə geri dönüş, o həm də gələcəyə doğru addım atmaq, itirilmiş sevgi və ümidin yenidən tapılmasıdır. Beləliklə, Qara Gecənin Sirləri adlı bu hekayə, kəndin, meşənin və dağların dərinliyindən insan ruhunun ən səmimi hisslərinin, acı və kədər dolu xatirələri, eyni zamanda sevgi və ümidin sarsılmaz işığını bir araya gətirən əbədi bir dastan kimi, nəsillərin qəlbində, hər bir evin divarında və hər küncdə yaşadı. Hər kəs bu nağılı ürəklərində daşıyaraq, hər çətinlik qarşısında keçmişin dərslərindən və gələcəyin ümidindən ilham alaraq, sarsılmaz addımlarla həyat yolunda irəliləməyə davam etdi.